İndi ismin yeri halına aid olan testlərə baxaq. Elə birinci sualdan başlayaq. Baxırıq. A novel's very interesting. Dedik apostrofisdən sonra beri gəlibdi. Olmaz. A variantını atdıq. Sonra our chief's going to Europe. Apostrofisdən sonra ing gəlib. Demişdim ing olanda diqqətli olursunuz. Cümləyə axıra kimi baxırsınız, görürsünüz başqa bir feil var. Yox, yoxdur. Deməli bu bizim davam edici zamanımız imiş. B-ni də atdıq. Sonra Rocky apostrofis made over 100 films. Made feildir. Və görürük ki, başqa digər bir feil var. Yox, yoxdur. Deməli bu bizim cümləmizin xəbəridir. İsim deyil. C variantında atdıq. D variantında the professor's words. Words isimdir. Professordan sonra da apostrofis verilib. Okay, deməli bu bizim yəlik halımızdır. Bu düzgündür. Bəs Y variantında səhv nədir? Apostrofisdən sonra əvəzlik, işarə əvəzliyi verib. Apostrofisdən sonra da yalnız nə gəlməli idi? İsim, sifət isim. Əvəzlik gəlib deyə Y variantı da səhvdir. Yəni testləri bu formada işləyirik. Daha sonra gəlin 3-ə baxaq. Apostrofis, Helen's, new, sifət, code, isim. Dedik apostrofisdən sonra sifət isim olar? Olar. Sonra keçirik B variantına. Apostrofisdən sonra nə gəlib? Article. Article olar, en olar, olmaz. B-ni atdıq. Apostrofisdən sonra my, əvəzlik gəlib. Əvəzlik olar, olmaz, atdıq. Sonra apostrofisdən sonra writing, ing gəlib. Ing olanda nə edirik? Cümləyə axıra kimi baxmalıydıq. Görürük ki, başqa bir feilimiz varmı? Yox, yoxdur. Deməli, bu bizim davam edici zamanımızdır. D variantı da olmaz. Y variantında da yenə nədir? Apostrofisdən sonra article gəlib. Olmaz, atdıq. Cavabımız qaldı A variantı. Sonra məsələn, gəlin 9-a baxaq. 8-ə 9-a, ikisinə də baxaq. Dedik ki, zaman zərfidir, yesterday. Ona görə həmişə apostrof içəridə olmalıdır. Deməli, biri götürə bilirik. Sonra 2-də deyirik ki, the woman. Görürük ki, woman cəmdədir. Kökünə dəyişərək cəmləyə isimlərdə nə olurdu? Həmişə təkdə də cəmdə də apostrofis qəbul edirdi. Deməli, 2 də düzgündür. 3-ə baxırıq. 3 piece. Rəqəm verib 3, amma pieces olmalıydı. Cəmlənməli idi, cəmləndirməyib. 3 ona görə səhvdir. 4-də də 2 weeks. 2 verib, 2 verib. İsimimiz cəmlənməli idi. S apostrof olmalıydı. Apostrofumuz çöldə olmalıydı. Ona görə 4-də səhvdir. Cavabımız oldu 1, 2. Sonra 9-a baxaq. Today's reality. Today zaman zərfidir. Dedik zaman zərflərində həmişə apostrof içəridə olur. Bir düzgündür. Sonra dear, təki və cəmi eyni olan isimdir. Dedik kökündən dəyişən. Təki və cəmi eyni olan isimlər həmişə apostrof S qəbul edir. Yəni apostrof içəridə olur. Deməli 3 də düzgündür. Sonra 2-də kökündən dəyişən isimdə apostrofu çölə atıb olmaz. 4-də isə tu verib, tu cəmdir də 2 deməkdir. Amma bundan sonra apostrofu içəridə verib olmazdı. S apostrof olmalıdır. 4-ü də ona görə atdıq. Cavabımız 1, 3. Sonra gəlməsən 10-cu suala baxaq. Apostrofisdən sonra nə işlənib? Əvəzlik. Əvəzlik olar, heç olmaz. My əvəzlikdir. Sonra apostrofisdən sonra both feildir bu. By feilinin keçmişi. Və görürük ki, özündən sonra başqa bir feil işləməyib. Demək, bu cümləmizin xəbəridir. İsim deyil. Ona görə atdıq. Yəni, hal hesab olunmadı. Sonra Jane's answer was much better. Answer sözündə diqqətli olur. Çünki həm isim, həm feil ola bilər. Baxırıq ki, answerdən sonra bir dənə də was verilib. Demək, bizim xəbərimiz buymuş. Answerimiz nəymiş? Artıq isim imiş. Deməli, bu bizim yəlik halımızdır. Götürdük. D variantında men kökündən dəyişən isimdir. Apostrofu çölə atıb olmaz. Y variantında da apostrofisindən sonra article yazıb olmaz. Bu belə. Sonra buna uyğunluğu izah elədim. Gəlməsən buna baxaq. A variantında deyir, where is your English book? Burada yəli hal görmürük. B variantında it apostrofis. It apostrofis nədir dedim? It is'in qısaltmasıdır. It is. Sonra C variantında what's your? Apostrofisindən sonra your əvəzliyi gəlib atdıq. C variantı olmaz. Peter's parents are proud of. Parents isimdir. Apostrofisindən sonra isim verib. Okey, get götür. Sonra apostrofisindən sonra got verib. Got nə idi? Has got deməkdir. Has got.
Has'ın qısaltmasıdır. Yəni ona görə Y variantı da olmayacaqdır. Sonra baxın gəlin buna baxaq. I haven't read today's news. Today zaman zərfidir. Apostrofu çöldə verib olmaz. A variantını atdıq. Sonra The Princess Diamonds. Saxlayırıq bunu. Sonra C variantına baxırıq. Two months apostrophes. Two 2-dir, cəmdir. Bu niyə apostrof içəridə verib? Olmaz, çöldə verməli idi. Sonra 15 minutes. 15 rəqəmdir. Amma minutes-i təkdə verib, apostrof S-lə verib. Olmaz. Sonra Y variantına baxaq. Jack's and Mary's wedding. Baxın, sizə bayaq izah elədiyim mövzu buydu. Jack'in də apostrof S-i var, Mary'in də apostrof S-i var. Deməli, bundan sonraki ismimiz nə olmalıydı? Cəmdə olmalıydı, amma cəmdə verməyib. Wedding verib. Weddings olsaydı düzgün olardı. Ona görə Y variantını atırıq. Qalmışdı B variantımız. Demişdim ki, sonu qoşa S ilə olan isimlərə bir dənə də apostrof S artır. Heç bir problemi yoxdur. Sonra, gəlin məsələn buna baxaq. 16-ın birincisinə baxın. Z var. Z artiklı. Z-dən sonra insan adı var dedim. Deməli, nə olmalıydı bu? Bütöv ailəni bildirir, soyadı bildirir, S apostrofu olmalıydı. Amma apostrof S verib, ona görə 1 olmaz. 2-də Nick's and Helen's hair. Gördünüz, bayaq dediyim hair məsələsi. Hərəsini ayrı-ayrı artırıb, çünki hərəsinin ayrı-ayrı saçı var. Hair-ni niyə cəmləndirməyib? Çünki hair sayılmır. Ona görə 2 düzgündür. Sonra 3-ə baxaq. Fireman, S apostrof. Kökündən dəyişən isim var bunun tərkibində. Niyə S apostrofu olsun ki? Olmaz. 4-ə baxırıq. An, ava dedim. An artiklı varsa özündən sonra nə gəlir? Apostrof S düzgündür. 5-ə baxırıq. Ted and Jack's room. Ted və Jack. Gördü, sonuncu ismi artıb. Sonuncu ismi artırıbsa özündən sonraki isimimiz də təkdə olmalıydı. Çünki ikisinin bir otağı var. Bundan söhbət gedir. Ona görə 5-də doğrudur. Qaldı cavab 2, 4, 5 A variantı. Sonra məsələn gəlin 22-ci suala baxaq. The boys hands. Oğlanın əlləri. Bir səhv görmürük burada. Sonra next year's holiday. Year apostrof S holiday. Burada da bir səhv görmürük. Yəni yəli halımızdır. Let apostrof S dedi. Yəli hal deyil. 3-ü atdıq. Sonra 4-də it is getting dark. Will you turn on the light? Apostrof S-dən sonra ink var. İnkdən sonra xəbər verib burada. Yoxdur. Deməli, bu bizim elə özümüzün xəbərimiz imiş. Yəni, yəli halımız deyil. 4-ü də atdıq. Qaldı 1 ilə 2. Sonra başqa nə deyim? Buna uyğun işlədik. Məsələn, baxın 27-ci sual. I am staying at my uncle's. Bu əslində nə idi dedim? Home sözünün qısaltması idi. Əmimgilin evində, yəni əmimgildə. Deməli, bu düzgündür. Apostrof içəridə verib. Sonra 2-yə baxaq. Brian's going to take part in the race. To be going to ifadəsidir. Is going to. Deməli, bu nəymiş? İzin qısaltmasıymış. 2-ni atdıq. 3-də apostrof S-dən sonra got gəlib. Bu nəymiş? Has got deməkmiş. 3-ü də atdıq. 4-də baxın, Z verilib. Z-dən sonra böyüklə yazılan isim verib. Yəni, bu nədir? Soyaddır. Bütöv ailəni bildirir. Ona görə nə olmalıdır? S apostrof olmalıdır. 4-cümüz də düzgündür. Cavabımız nə oldu? 1, 4. Sonra gəlin 28-ə baxaq. 28-in birincisinə baxın. The teachers S apostrophe dictionaries. Bunu uşaqlar çox vaxt səhv götürür ki, Z-dən sonra teacher sözü gəlib. Olsun da uşaqlar, nə fərqi var? Müəllimlərin də lüğətləri ola bilər. Bir müəllimin çoxlu da lüğəti ola bilər. Yəni, hər iki hal düzgündür. Teacher sözünə aid xüsusi bir qeyd keçmədim ki sizə? Yox. Deməli, bir düzgündür. Sonra 2-də our sportsman apostrof S. Men kökündən dəyişər cəmlənən isimdir. Apostrof içəridə olur. 2 düzgündür. 3-ə baxırıq. The Browns. Burada artıq denən ki, bütöv ailəni bildirir, soyad daim müəllim. Ona görə S apostrof olmalıydı. Apostrof çöldə olmalıydı. 3-ü atdıq. 4-də denən ki, to verilib. Cəm verilib, amma apostrofu içəridə verib. Olmaz. Ona görə bunu da atdıq. Qaldı 1, 2 A variantı. Sonra fərqli bir şeylər. Məsələn, gəlin 38-ə baxaq. Yəni, sizə daha çox bu formada düşəcək. Baxırıq, at their uncles.
gildə mənasını verdi. Apostrof S-nə işləndi, düzgündür. Get götür. Sonra bax hərəsinə ayrı-ayrı apostrof S artırdı və eyes dedi. Eyes nədir? Bədən üzvlərinə aiddir. Gözlər deməkdir. Hərəsində də ayrı-ayrı gözü var. Rahatlıqla get bunu götür. 3-ə baxırıq. 3 deyil. 3 artıq 3 deməkdir. Amma nədir? Cəmləndirməyib isimimizi. Apostrofu içəridə verib. Olmaz. 4-də də Z verib. White verib. Deməli soyadıymış. Ay müəllim bu. Bütöv ailəymiş. Amma nə olubdu? Apostrofu içəridə verib. Apostrofu içəridə verdiyinə görə də səhvdir. Çünki soyaddırsa S apostrofu olmalıdır. Cavab burada nə olur? 1, 2. Sonra hamısı bundandır. Bir də sizə testdə genitiv case deyə bilər. Bu da yəli haldır. Yəni çaşmayın. Pozitiv case, genitiv case. İkisi də yəli hal deməkdir. Sonra gəlin məsələn 45-ə baxaq. Apostrof S-dən sonra Kevin's dream. Dream isimdir. Kevinin arzusu deməkdir. Aha, isim gəlib apostrof S-dən sonra get götür. 2-də apostrof S-dən sonra article gəlib, en gəlib. Olmaz. Apostrof S-dən sonra isim gəlməlidir. Heç nəsiz isim. Sonra apostrof S been away. Been faildir. Atdıq ona görə. 3-ü də atdıq. Sonra baxırıq 4. Jax, Elda, Braza. Elda, sifət, Braza isim. Apostrof S-dən sonra sifət isim düsturunu ödədi mi? Ödədi. Deməli, gedib 1-4 rahatlıqla seçib dairələyirsiniz. Sonra digərlərdə bu formadadır yenə. Gəlin buna baxaq. Bu biraz qarışıq bir şey oluşur. İşarə əvəzliyi. Baxın, Luis, THS yəni. Deməli, özündən sonra nə gəlməlidir? Cəm isim gəlməlidir. Amma A variantında nə olub? Kökündən dəyişərək cəmlənən ismi S apostrof verib. Olmaz bu formada. Bu, Luis, özündən sonra cəm isim gəlməlidir. Kökündən dəyişərək ismi woman-i cəmdə verib. Apostrofu da içəri atıb. Deməli, bu variantımız düzgündür. C variantında this tək isim tələb edir. Amma woman-i cəmləndirib. Olmaz. Təkdə olmalıydı. Sonra yenə that tək isim tələb edir özündən sonra. Amma woman nədir? Cəmləndirib burada olmazdı variantıda. Sonra Y variantında those, cəm isim tələb edir. Amma problem nədədir? Apostrofu çöldə verməyindədir. Apostrofu içəridə versəydi düzgün götürərdik. Eyni ilə 61-ci sualı artıq özünüz eləyin. Eynisidir. 62, 56. Baxın, bunlar hamısı eynidir. Sonra gəlin 57-yə baxaq. Mr. Smith is James and Tom's mother. Görürsünüz, hərəsinə ayrı-ayrı artırıb. Deməli, bu isimimiz də cəmləndirməkdir. Mazəsi olmalıydı, amma cəmləndirməyib. Biri atdıq. Sonra, ikinciyə baxın. Kate, Samuel sonuncu ismi artırıb apostrof S və isimimiz təkdədir. Aha, deməli, düzgündür. Sonra, Rose, reaction. Made me angry. Reaction nədir? Tion şəkilçisi var sonunda. Tərcümə edə bilməsək belə görürük ki, tion şəkilçisindən bu isimdir. Reaksiya deməkdir. 3-ü də götürdük. Sonra 4-ə baxın. Dedim, ismin qarşısında Mr. Mrs. Yəni mırı-mırısı sözləri varsa nə olur? Apostrof içəridə olur. 4 də düzgündür. Sonra 5-ə baxaq. Students answering my questions. İnq görəndə nə dedim? Diqqətli olun dedim. Baxırıq ki, cümlənin ardında başqa bir feil var. Yoxdur. Deməli, bu bizim cümləmizin feiliymiş, xəbəriymiş. Ona görə 5-i də atdıq. Qaldı 2, 3, 4 B variantı. Belə, ismi yəli al haqqında bu qədər. Testlərin hər cürünü sizə izah elədim. Digər testləri də artıq özünüz işləməlisiniz. Testlərin hamısı bir-birinə oxşuyur. Sadəcə diqqətli olun. Mən izah elədiyim formada işləyin, cavablarını tapacaqsınız.